Sabahınız xeyir olsun dostlar, necəsiz? Düşürük səhər yeməyinə. Səhər yeməyimiz açıq bufedir. Çəkəcəm sizlər üçün, sonra gedəcək gəzməyə. Deməli qızlar, səhər yeməyimiz böyle açıq bufedir. Çəkim, sonra gedib. Bunu da yağım. Çingiləmə maraqlıdır. Yıxsın, mən də gedim görüm. Bu sırada qızlar, çay, kofe, meyvə, suyu, nə istəsəniz gəlib seçirsiniz. Baxın, bəzən elə olur, burada istə-istə kətədə bişirirlər. Nə götürürsünüz? Çay götürdüyün sözünü götürürsünüz. Yemeğimizi yedik kızlar qəşəng. İndi gedirik otağımıza. Geçək günənki vlogumu düzəldib sizlər üçün yükləyəcəm. Ondan sonra geçək kiprimi falan düzəldib, make-up'ımı eləyib gedəcək gəzməyə. Oteldən çıxdıq kızlar. Gedirik indi. Biraz pul dalayıb gedək AVM-ə. Orada biraz alışverişimizi eləyib sonra otelə qayıdacağıq. Ondan sonra yenə maraqlı bir yer var. Hansı ki kinoların 70% orada çəkilir. Gedəcəyik. Böyle deyək də Qız Kulesinin yaxından görünən görüntüsünə gedib baxacağıq. Qəşəng videolar çəkəcəyik. İnşallah Yaqub çəkər məni video. Mən onun iki videolar çəkmişim və hələ bir yaxşı video çəkməyim. Pulu xırdalasın qızlar. Düşürük metroya. Bəhbə, əzan çəkildi. Ölürəm buranın bu səsli əzanlar üçün. Çıxdım qızlar qratisə. Burada icazə vermirlər çəkilişə. Ona görə çalışdığım qədər gizlin çəkiliş edirəm. Çəkiliş edən icazə yoxdur. Basaq deyirlər ki, çəkiliş edirəm. İndi buradan qəşəng məhsullar seçəcəm. Səhifəmiz üçün inşallah. Daha sonra alışverişə keçəcəyik. En büyük təkliflərdən biridir burada. Böyük qızlar, Butiyan paletindən biz satış edirik cəmsi 8 manata. Burada isə maya dəyəri elə 28 manatdır. Amma bizdə bunlardan var 8 manata. Yenə bundan marka fərqi var. Yəni bu marka da Çin markasıdır. Güclü bir marka deyil. Bizim satdığımız aynı Çin markasıdır. Həqiqətən çox uyğun. Çindən Türkiyəyə mallar baha gəlir deyə bu qiymətə qoyuruq. Biz isə topdan gəlir deyə görürsünüz də su qiymətinə qoymuşuq. Gratisdən alışverişimizi elədik. İndi biraz geyimlərə falan baxacağıq. Gratisdə qiymətlər yenə dəhşət qalxıbdı. Aldıqlarımı da gedim çəkəcəm. Çox qəşəng şeylər aldıq. Təbii ki, bunların hər biri satış üçündür. Gəldim biraz da uşaqlara alışveriş eləyəm. Məryəm üçün bir ayaqqabı tapdım. Yoldaşım getdi ödəniş eləməyə. Kərim üçün ama tapa bilmədim çünki ölçüsü yox idi. Uşaqların geyimlərini 70%'ni burada da Azərbaycanda da var ki, 2-dən alıram. Çox vaxtda özüm sifariş edirəm. Online şəkildə gəlir. Elə öz geyimlərimizi sifariş etdim, sifariş edirəm, gəlir. Amma buranın da geyimlərinə çox razıyam. Yəni keyfiyyəti çox yaxşıdır. Belə ümumi göstərim mağazanı sizə. Əgər Vaykiki mağazasına nəsə almaq istəsəz, Azərbaycandakı filiallarına yaxınlaşa bilərsiniz. Bakıda bütün filialları var, yəni. Gedim Yaqub ödəniş eləyənə qədər biraz orada da baxın, görün maraqlı nələrsə varmı? Belə. Belə maraqlı qızlar topalar var, amma qiymətləri çox bahadır. Dediyim kimi Çindən Türkiyəyə məhsullar çox bahalı gəlir. Bu tip məhsulları su qiymətinə satılır. Məsələn, bu kupalardan mən Kərimə də sifariş edirəm ki, çox ucuz qiymətə burada bahadır. Buraya gəldik. Kərimə də tapdım ayaqqabı buradan. Kinetiksin, çox qəşəngdir, çox bəyəndim. Məryəmə də aldım, Kərimə də aldım. İkisine də aldım. Qoy Məryəmin kimdə göstərim. Alan vloga baxanda deməsin, bəs mənim ayaqqabım var. Yaquba bu maşallah kişiyə nəsə əmanət eləndə belə olur. Götürüb o boyda ağır şeyləri qoyub ayaqqabının üstünə. Burada qızlar Məryəm aldığımda. Məryəm bu seriyanı çox sevir. Baxın, belə. Bu da Mərişimindir. Gəzdik qızlar. İndi
Çıxacağıq yuxarı, yemək yeyəcəyik. Sonra burada düşəcəyik Migrosa. Keçən dəfə burada Migrosda bir dənə sütlaç tapmışdım. Dadı dəhşət. Sütlaç alacağıq. 1-2 dənə otel üçün yeməli çayla içməyə nələrsə alacağıq. Ondan sonra gedirik otelə, veşlərimizi qoyub əsas gəzəcəyimiz yerə gedəcəyik. Uşaq indi görək burada biz nə yeyirik. Buranın AVM-ləri qızlar 2 oradakılar, 3 oradakılar qədərdir. Yəni ucu bucağı yoxdur. Çox böyükdür. Çox qəşəngdir. Bu qədər qızlar İstanbul'a gəlmişəm, geçmişəm. Bir dənə Saadətlə gələndə mənim normal videom şəklim var. Onu da Saadət çəkib. Yəni Yaqub hər dəfə belə göz dağı verib də mənə. Onu demiş şəkil dedim, şəkli burada yerləşdirəcəm. Verdim ki şəklimi çək. Kaş görərdiniz ki mən necə Əndirabadi şəkillər çəkib. Deyir belə deyirsin, oxşursan. Qoy get bax, qoy. Məndən qızlar qəşəng maraqlı şəkillər, videolar gözləmir. Elə nə çəksəm, bu nə qalsa mənə bu vlog qalacaq vallah. Migros'a baxın, Migros'da belə qəşəng hazır desertlər var. Biz burası sütlaçdan ötürü gəlmişik. Bilməm necə dəqiq, amma çox qəşəngdir. Burada kazan dibi deyilən bir şirniyyatları var, onların odur. Bu nədir? Bu da kazan dibi deyil. Belə maraqlı desertləri var. Dostlar gəldik, veşimizi falan qoyduq otelə. Biraz da dincəldik, telefonumuzu zariyətə falan qoyduq. İndi gedirik gəzməyə. Gedək görək hara gedirik. Çox maraqlı bir yerə gedirik. Gedim çatım, davam edib çəkəcəm. Burada da lift gəlib çıxana qədər axşam düşür. İndi gedəcəyimiz yolda yolculuk biraz uzundur. Tramvaya minirik, Eminönü'ndə düşürük. Daha sonra gəmi ilə gedirik abi. Daha sonra da gəmi ilə gedirik. Şöyle çivlotka necə sırası? Hə, yaxşı. İsmail'dəki kimi. Tramvayımız gəldi. Gəldik çıxdı qızlar Üsküdar'a. Buradan gedirik Qız Kuləsinin yaxından görüldüyü yerə. Oradan maraqlı videolar çəkəcəyik. Yəni demişəm mənə bir dəfə video çəkməsən, məndən bir dənə də video gözləmə. Burada qəşəng balıqçılar sırayla düzülüb. Biri türkü qoyub, biri mahnı qoyub. Qəşəng balıqlarını tuturlar. Burada Yaqub metro da var. Metro da var o tərəfdə. Hə, de orada. Əsas şey tərəfdir, əsas o xət metro tərəfdir. Burada baxın, ən arxada gördüyünüz Qız Kulesidir. Ən yaxın məsafədən buradan görülür. Ora istəsək əgər qayıqla da gedə bilərdik, amma təbii ki biraz tez gəlməliydik. Biz biraz gec gəlmişik. Amma vaxtımız da az deyə geri qayıtmaq istəmədik. Dedik kənarında da olsa yaxından baxaq, video çəkək eləyək. Buranın martılara baxın qızlar. Buranın hekayəsini aranızda bilən var. Buranın hekayəsində danışacağım sizlərə. 2 cür əfsanə var bura haqqında. Baxın. Çox qədim bir kuledir bura qızlar. Yəni Türkiyənin ən çox sevilən, ən çox məşhur olan kinolarının 70-80% baxsaq burada dənizin qırağında çəkildi. Qurtar Vadisindən tutulmuş. Neçə kinolar var ki, o yaxından göstərilir. Qız Kulesi. Bax burada çəkilibdir. Dənizin kənarı olduğu üçün qızlar orada həddindən artıq külək idi. Heç bir halda səsim eşidilmirdi. Normal çəkdiyim videolarda belə səs qarışıq düşürdü. Qız Kulesinin sizə bir neçə hekayəsini danışırım. Müxtəlif hekayələr var haqqında. Bir çoxları deyir ki, Qız Kulesi ilə Qalata Kulesi üzbəüz kulelərdir, bilirsiniz, bir-birinə doğru baxır. İki heç vaxt qovuşmayan gəncin hekayəsidir o. Hansı ki
birini Qız Kulesinə, birini Qalata Kulesinə zəbt eləyiblər və ancaq bir-birinə uzaqdan uzağa baxa biliblər. Göyərçinlər vasitəsilə bir-birlərinə xəbər yollaya biliblər. Heç vaxta qovuşa bilməyiblər. Digər bir rəvayət isə deyilir ki, Qız Kulesində yenə iki gənc bir-birini sevirmiş. Oğlan sahilin kənarında, qız isə Qız Kulesində qalırmış və hər gün Qız Kulesinin düz başında şam yandırırmış. O şamın işığı ilə oğlan hər gün gəmi ilə tapırmış Qız Kulesinin yolun, gəlirmiş qızın yanına, hər gün görüşürmüşlər bu qaydada. Bir gün güclü fırtına əsir, həmən şamın işığını fırtına söndürür və beləcə oğlan yolunu azır. Fırtına nəticəsində də qəzaya düşür, ölür. Səhərsi günü də qız xəbəri eşidir, Qız Kulesindən özünü atır, o da özünü öldürür. Başqa bir hekayədə də deyilir ki, bir gün bir padişahın qızını bir falçı deyir ki, qızını hər hansı bir ilan zəhərləyərək öldürəcək. Padişah öz qızını bu talihdən qurtarmaq üçün qızını Qız Kulesinə gətirir. Orada saxlamağa başlayır və bir gün özü qızına meyvə səbəti hədiyyə göndərir ki, qız uzaqdadır. Meyvə səbətindən yesin, mövsüm meyvələrinin dadına baxsın. Beləliklə özü də bilmədən öz sarayında səbətin içərisində ilan gizlənir və qızı meyvəni götürən zaman, hədiyyə qızına gedən zaman, qızı meyvəni götürən zaman ilan qızı sancır, qız beləcə dünyasını dəyişir. Gəldi oturdu qızlar gəmidə. Bir dənə nətər külək qalxdısa, səsini heç nə çəkə bilmədim. Küləyin səsindən heç nə eşidilmirdi. Çox pis külək qalxdı, böyük ehtimal ki, yağış yağacaq. Gəmi ilə qayıdırıq şəhərə. Burada şəhərdə əslində sadəcə İstanbulun orta tərəfi. Qaydırıq. Biraz gəmidə gedə-gedə çəkəcəm. Gəmi ilə burada ləzzətə həqiqətən çox Ama çok soğuktu ve burada geçen çorbacılar çok kaynanmış bir şey. Dəhşətdən bir hava dəhşətli. Bizlərdən də heç nə danışa bilmədim. Hekayənin də səs yazma olaraq üzərinə sizin də Qız Kulesiyle bağlı maraqlı hekayəsi və sanatlar varsa Gəldi çıxdıq lokantiya. Qəşəng qaynar, biberli kuru fasulye sifariş elədim mən. Yaqub da məzmək sifariş eləyibdi. Yiyək bir dənə canımız qızsın, qalxırıq otelə. Gəlib çıxmışıq otelə. Dedim biraz aldıqlarımdan sizlərə də çəkim. Bütün çeklər falan, hər bir şey. Baxın, buradadır. Mağazaya girəndə də çəkmişdim, onsuz. Yenə də belə çeklərdə göstərmək istəyirəm. Hər bir şey buradadır. Deməli, yeniliklər göstərim sizə qızlar. Baxın, bütün məhsullardan az sayda gətirirəm. Çünki gratisdə yeni məhsullara satış limiti qoyublar. Çox götürmək olmur. Baxın, belə bir ikili lip gloss var qızlar. Paralısına baxın bunun. Görün necə gözəldir. Biri belə tünd rəngdədir. Amma nə qədər tünd olsa da lip glosslar bilirsiniz ki, yəni dodaqda vuranda göründüyündən qat-qat açıq olur. Biri simlidir, biri simsizdir. Çox gözəl rəngləri var. Belə ikili set şəklindədir. Qiymətlər haqqında skrin eləyim, WhatsApp atın ancaq qızlar. Burada soruşmayın qiymətləri. Daha sonra baxın, belə bir şey deyim dəstə qızlar. 70% bir sual verirsiniz ki, Lola xanım üzünüzə nə istifadə edirsiniz ki, dərvi çox qəşəngdir, təmizdir. Mən yəni baxımımdan qalmıram qızlar. Bunu məsələn ayrıca özüm üçün götürdüm ki, indi üzümü yuyacam, təmizləyəcəm, maskamı atacam. Yəni mən maskasız, nəmləndiricisiz, SPF-siz, yəni üz baxımsız qətiyyən qalmıram. Üzümə daimi baxım edirəm. Bax, bu gözaltı patçilərdir. Vloglarımda da çəkmişəm. Yəni, hər gecə bunu qoyuram gözaltıma. Və digər patçilərdən fərqi odur ki, jel formasında deyil. Bu kağız formasındadır və Koreyanındır. Möhtəşəm bir şeydir. Gətirirəm. Bunları hər dəfə buradan gətirə bilirəm də. Ancaq yəni, başqa yerdən gəlmir bunlar.
Bu isə maska. Bunun da özüm istifadə edəcəm. Baxın, sırf bu markanın Koreya markasının belə beşli kutu halında olanları var. İçərisində 5 ədəd maskadır. Yəni möhtəşəm bir şeydir. Həm qiyməti avantajlı düşürsə, məsələn, bunların bir ədədi 5 manatadır, amma bunu belə beşli şəkildə daha uyğun qiymətə əldə edə bilirsiniz. Tərkibində kollagen var, vitamin C var, yaşlılıq əleyhinə olan baxım vasitələri var və Koreyanın baxım məhsulları bilirsiniz ki, çox güclü olur. Yəni, Koreyalıların dəriləri də görürsünüz də nə qədər gözəl olur. Çünki onların baxım vasitələri çox güclüdür, qızlar. Bu da belə beşli paket şəklindədir. Mütləq və mütləq şiddətlə tövsiyə edirəm. Bunu da sizə, baxın, bu elə bil bu maska bunun təkli olan halıdır. Baxın, içərisində hətta bundan da var. Baxın, birinci budur, bundan olandır. Mən birazdan bunu istifadə edəcəm üzüm yandan sonra. Yəni, baxın, mütləqdə qızlar, dərinizə baxım etməsəz, gözəl dəriyə sahib olmayacaqsınız. Mütləq baxım vacibdir. Üz yuma ən vacib olanlardandır. Tonik ən vacib olanlardandır. Nəmləndirici ən vacib olanlardandır. Daha sonra qızlar, linerlər gətirmişik. Saadətin linerindən. Və həmişə soruşursunuz. Saadət bu linerdən başqa heç bir liner istifadə etmədi. Artıq illərdir ki, ancaq bu linerdən istifadə edir. 2-3 alır bizdən bunları. Suya davamlıdır, xətkeş kimidir. Yəni, Saadət liner çəkməyə bax bu linerdən öyrənibdir. Ən lineri çəkməyə bacarmayan insanlar belə, xanımlar belə bu liner sayəsində rahat şəkildə liner çəkə bilir. Daha sonra bu makyaj sabitləyici sprey, qızlar. Bu, yəni möhtəşəm ötəsi bir şeydir. Ən bahalı markalara, 100-150 manatlıq olan makyaj sabitləyici spreylərə meydan oxuyan bir spreydir. Qiyməti onlardan qat-qat ucuz, amma performans olaraq yəni əladır, nəticəsi möhtəşəmdir. Kley kimi makyajı üzə yapışdırır. Bugün səhər tezdəndən etdiyim makyajda hələ də üzümdədir, durub silməliyəm. Bir damcı makyajda axma filan heç bir şey qətiyyən yoxdur. Daha sonra Jov'un bu qaş sabitləyici gelləri, yəni bunu məncə tanımayan yoxdur. Mən daimi Türkiyədən alıram bunu, patrikaları doludur Azərbaycanda. Ona görə daimi Türkiyədən gətirirəm. Sonra belə bir saç spreylər var, hansı ki saçlara şəkil verir. Yəni doğal, belə deyim də, təbii dalğalar yaradır saçlarda. Daimi satdığımız saç parfümlərimiz. Yəni, bu daimi bizdə satışda olur. Hər gələndə gətirirəm. Saça istəyirsinizsə ki, əgər hamı sizdən soruşsun ki, saçınızdan bu nə qoxudur, gəlin mütləq bu saç parfümünü alın. Bunlar tonallər, Saadətin daimi istifadə etdiyi tonallidir. Bunun üzərinin bu hissəsi konsilerdir, bu hissəsi ənlikdir. Özü isə tonallidir. Üçü birində biri məhsuldur. Örtücülüyü də əladır. Bunlar isə saç üçün baxım maskasıdır. Bunlar düyülü üz üçün peelingdir. Dərini ölü dəridən təmizləyir. Bunlar belə qızlar pilkalardır. Naskita markasındadır. Naskita bilirsiniz ki, çox keyfiyyətli bir markadır. Mən pilkasız yəni qala bilmirəm də. Daima mənim yanımda həmişə pilka olur. Ona görə endirimdə gördüm. Özümə də aldım, Pərişə də aldım. Hətta Məryəm də dırnaqlarını qayçıyla tutandan sonra yüngül pilkalıydı. Birini də qızıma aldım. Digərlərini də elə belə aldım ki, əgər kimsə istəyərsə. Çünki bəzən xanımlar özüm aldığım məhsulları bəyənirlər, istəyirlər. Ona görə dedim, əgər kimsə istəyərsə, bəyənərsə, həmən müştərilərim də götürər. Daha sonra belə bir qızlar nakkaş seti almışam. İkili, bu da Naskita markasınındır. Belə bir kollagen almışam. Paçı kollagendir bunlar. Çox qəşəkdir. Su ilə istifadə olunur. Dəridə olan qırışları falan hər bir şeyə hamarlaşdırır. Bunlar bir hissəsidir qızlar. Yəni hamısını çəkmirəm ki, yerdə qalanın marağı qalsın. İnşallah ki, Azərbaycana gedim çıxım. Orada detaylı həm çəkiliş eləyəcəm, həm bütün məhsulları, apardığım məhsulları göstərəcəm. Yəni bu bir hissəsidir, part 1-dir. Sabahda alışveriş olunacaq yüngül, həm gəzəcək, həm alışveriş eləyəcək. Böyük bir hissəsi də çamadandadır məhsulların. İnşallah gəlim detaylı çəkəcəm hər birini Azərbaycanda. Əgər sifariş eləmək istəyirsinizsə, WhatsApp nömrəmizə yazın, şəklini skrin eləyin, atın, qiymətini qeyd edin, sifariş eləyin. İndi isə qızlar, vlogumuzu burada sonlandırıram. Gedirəm üzümü falan təmizləyəm, uzanam, biraz dincələm, sizlər üçün videolar düzəldəm.
Gecəniz xeyrə qalsın. Sizləri sevirəm. Yaxşı ki varsınız. Yaxşı ki mənim YouTube ailəm oldu. Həqiqətən də günü-gündən sizə daha çox bağlanıram. Çalışın ki qızlar, kommentlərdə, videonu atanda, bəyənmək hissəsində hər birində aktiv olun ki, mən də həvəslənim. İnşallah bu kosmetik məhsullardan söz vermişdim ki, 2 izləyicimə, aktiv izləyicimə Türkiyədən gələndə hədiyyə gətirəcəm. Sözsüz ki, bu kosmetik məhsullardan seçəcəm. 2 izləyicimə hədiyyə eləyəcəm, aktiv izləyicim, amma ona görə çalışın ki, aktiv olun. Sizləri sevirəm, yaxşı ki varsınız. Hələlik.